Salam, xoş gördük hamınızı. Yeni vlogumdan gəldim qarşınıza. Mətbəximə, gözəl xanımlar, hamınız xoş gəldiniz, səfa gətirdiniz. Nətərsiz? Yaxşısınız, Allaha şükür. Allah həmişə sizləri var eləsin. Məni soruşsaz, şükür Allaha, mən də yaxşıyam. Allah hər birinizdən razı olsun. Bu günümüzə də şükürlər olsun. Gözəl xanımlar, gözəl izləyicilərim, çox gözəl rəylər yazırsınız, fikirlər bildirirsiniz, motivasiya verirsiniz mənə. Valla çox xoşuma gəlir fikirləriniz, necə lazımdır elə də yazırsınız. Məni daha da ruhlandırırsınız. Sadəcə bu arada biraz başım qarşı oldu, ona görə gələ bilmədim, video çəkə bilmədim. İndi yenidən başladım. Bugünkü vloqum biraz qarışıq olacaq, gözəl xanımlar. Xahiş edirəm, diqqətlə izləyin, izləmədə qalın, abunə olun, like edin. Yenə deyirəm, mənim əziz bacılarım, bu hamısı mənim üçün çox önəmlidir. Sizin sadəcə orada 30 saniyə, ola bilsin bir dəqiqə vaxtınız getsin. Amma mənim üçün o vaxt çox dəyərlidir. O yazılarınız, like etməyiniz, abunə olmağınız mən arzu üçün çox vacibdir. Bunu sizdən rica edirəm, əsirgəməyin məndən. Allah hamınızı var eləsin. Gözəl xanımlar, indi keçək Bismillahla iş başına. Mənim dəyərli bacılarım, demək nətərdir? Bu günlərim mən quzunun iç alatını hazırlayacağım, yəni ciyər pişirəcəm inşallah. Əziz xanımlar, diqqətlə baxarsınız, inşallah görün necə hazırlayıram. Xanımlar, indi mən bura doğradığım soğanımı qoyurum, bax belə. Hazır doğramışam. Səmavari doğrayıb, içinə əridilmiş quyruq, əridib quyruğun yağını tökmüşəm. Çox dadlı olur. Fərqi ondadır ki, quyruq yağı ilə bişirəcəm inşallah içalatımızı. Gözəl xanımlar, bu da bizim quzumuzun qaraciyəridir. Qəşəng uzun sov doğrayıb, yuyub, öz qabında qoyuram bura. Bu bizim quzumuzun ürəyidir. Bunu da yenə yumuşam, doğramışam. Qəşəng qoyuram öz yerinə. Bu da quzumuzun içidir, bağırsağıdır xanımlar. Bunu da yenə doğramışam, qəşəng yumuşam. Qabında qoyuruq bura. Xanımlar, mən quzunun ağciyərini işlətmirəm demək olar ki. Bizdə heç kim ailədə onu yemir deyinə, mən ondan istifadə eləmirəm. Quzunun qaraciyərini işlədirəm, ürəyin, bir də bağırsağım. Qəşəng indi başlayım. Proses getdikcə davamlı formada hamısını sizlə bölüşəcəm inşallah. İzləmədə qalın. Yenidən xoş gördük mənim gözəl izləyicilərim. Soğanımızı qoydum qazın üzərinə. Xanımlar, burada 6 ədəd soğan soyub səməvari doğramışam. Quyruq yağında qəşəng pişir. Bu qəşəng burada soğan biraz öləcək. Onu qəşəng pişirəcəm. Sonra ora təkrar bağırsağımızı tökəcəm. Quzumuzun bağırsağım inşallah. Onların hamısını sizlə bölüşəcəm xanımlar. Diqqətlə izləyin. Allah hamınızdan razı olsun. Dəyər verirsiniz, əziyyət çəkirsiniz. Mənim videolarıma baxırsınız, fikirlər bildirirsiniz. Özü də çox gözəl, adınıza layiq, adımıza layiq qəşəng yorumlar yazırsınız. Valla mən heç vaxt bundan keçmərəm. Çox razıyam mən öz izləyicilərimdən. Allah sizləri var eləsin. Baxan gözləriniz heç vaxt ağrımasın. O qədər nurlu olsun ki, mənim videolarımı hər zaman izləyəsiniz. Yazan əlləriniz heç vaxt ağrımasın. Həmişə belə gözəl fikirlər yazasınız inşallah. Xanımlar, izləmədə qalın. Soğanımız qəşəng burada qovrulur. Təkrar yenə görüşərik.
Əzizlərim, soğanımız qəşəng burada qovrulur. Görün nə qəşəng qovrulur. Qızılı rəngə artıq çevrilir. İndi mən bura qəşəng bağırsağımızı tökürəm. Qəşəng bir balaca da bağırsağımızla qovrulsun soğanımız. Bağırsaq da özünü tutsun qəşəng. İnanırsınız xanımlar, quyruq yağı ilə pişdiyinə görə daha dadlı olur, daha ləzzətli olur. Çox dadlı olur, qəşəng olur. İzləyin axıracan. Proses necə gedir, davamlı hamısını mən sizlə bölüşəcəm inşallah. Belə bir deyim ki, ay abardıcı, çətin bir reseptdir, yeməkdə əsla elə bir şey yoxdur. Hamımız evimizdə qoyun içalatı, quzu içalatı pişiririk. Mən də elə biri. Sadəcə mən quyruq yağı ilə pişirirəm. Ola bilsin xanımlarımızdan hansısa da, kimsə də quyruq yağı ilə pişirir, çox güzəldir. Quyruq yağı ilə pişirin, xeyirlidir, faydalıdır, öz yağında pişir. Hər bir şey yerində dadlı olur da, ləzzətli olur, ağız dadımıza uyğun olur. Ona görə də izləyin diqqətlə, axıracan, xoşunuza gələr yəqin ki, gözəl xanımlar. Xanımlar, baxın, qəşəng bağırsaqla da soğanımız qovrulur. İkinci də quzumuzun ürəyini tökürəm, ürəyini. Xanımlar, birinci soğanın üzərinə bağırsağı ona görə tökürəm ki, onun özünün də yağı var, o da çıxır. Dad olaraq, qəşəng dad verir. Ürəyi ikinci ona görə tökürəm ki, o biraz bərk olur, qaraciyərdən fərqli olaraq. Ona görə də ürəyi də ikinci tökürəm. İndi biraz ürək də burada pişsin, balaca quzumuzun ürəyi. Sonra axırıncı mən qaraciyərimizi tökəcəm inşallah. Bax, belə davamlı hər bir şeyin sizlə bölüşəcəm Allah qoysa. İzləmədə qalın. Xanımlar, görün nə qəşəng burada qovrulur. Qəşəng soğanımız da qızılı rəngə çöndü artıq. İndi mən axırıncı qaraciyərimizi tökürəm soğanımızın üzərinə. Bax, belə. İndi qəşəng qatışdırın xanımlar. Ağzını örtüm, duzunu, istiotunu zövqə görədir. Onu töküm qəşəng. Vamxodda qəşəng burada pişəcəkdir. Çox dadlı, ləzzətli bir yemək alınır. Siz də istəyərdim hazırlayasınız. Özdə havalar da sərin keçir, yerinə düşər, çox yaxşı olar. Siz də hazırlayın, ailənizlə bir yerdə oturun, nuşucan edin. Proses getdikcə yenə göstərərəm. Pişsin, qəşəng. Hazır forması ilə yenə görüşərik. Əziz xanımlar, mən indi bizim ciyərimiz üstündə pişir. Vampodda qoymuşam, qəşəng öz xoduna pişir. Xanımlar, burada mən yumuşam 2 kiloqram kal pomidor, yəni yaşıl pomidor, dəyməmiş kal pomidor. Onun turşusunu qoyacağım indi inşallah. Burada bizim var kökümüz, bir də sarımsağımız. Bir ədəd kökdür, 4-5 diş də sarımsaqdır. Qəşəng hamısını yuyub qoymuşam. Burada bizim bir ədəd şirin balqar bibərimizdir, 2 ədəd də yaşıl bibərimizdir, şirindir, amma uzun olduğuna baxmayaraq. Bu da bizim acı bibərimizdir, bu da dəfnə yarpağıdır. Petruşqamızdır xanımlar. Yumuşam, qəşəng. İndi bir balaca necə yığacam onu sizə göstərdim. Sonra hazır forması ilə qarşınıza inşallah gələcəm. Bu da bizim cəfərimizdir. Altdan qoyaq qəşəng bankamıza. Yerləşdirək. Xüsusi dad verir. Çox qəşəng turşudur, ləzzətlidir. İstəyərəm siz də eləyəsiniz, yəqin ki eləyirsiniz də, hazırlayırsınız da, dışa da tədarük görürsünüz.
Allah xeyri, şirin ağızla hamımızın nə iş görürük, nə iş tuturuq, qismət eləsin, nəsibimiz olsun inşallah. Xanımlar, burada mən pomidora bir dənə belə bir çəngəllə deşdək vuracam ki, o içinə getsin də nə lazımdır. Duzudur, istiotudur, dadı çıxsın. Ona görə bax onu vururam. Bax belə. Bir dənə deşdək vurduz, bəs eləyər. Xanımlar, bax belə davamlı olaraq mən bu pomidor turşusunu da hazırlayım. Yenə sizlə görüşərik Allahın izni ilə. İzləmədə qalın, diqqətlə izləyin. Allah hər birinizdən razı olsun. Yenidən xoş gördük hər birinizi mənim dəyərli, gözəl izləyicilərim. Mənə dəyər verib, gözəl yorumlar yazan xanımlar. Allah hamınızı var eləsin, Allah qorusun. Hamınızı gəldim, videonun sonluğuna çatdım, şükürlər olsun. Xanımlar, pomidor turşumuzu da bağladım. Bax, görünüşü bu cürədir. Bir xörək qaşığı yarım duz tökdüm, bir xörək qaşığı da pesok. Üstünə də qaynar su tökdüm, çaynikdən qaynaya. Sonra qoydum, 10 dəqiqə qaynadı. Götürdüm pomidorumuzu. Hazır forması budur. İnşallah siz də hazırlayarsınız. Bu da bizim ciyərimizdir. Pişdi, hazır oldu. Qəşəng, çox dadlıdır. Çəkdim, servis elədim, sizə də göstərirəm. Siz də inşallah hazırlayın. Üzərinə də cəfəri doğrayıb tökdüm. Qırmızı soğanla cəfərini doğradım, qatışdırdım. O xörəklə çox dadlı gedir. Əziz xanımlar, yenə deyirəm, dəyər verirsiniz, mənim videolarıma baxırsınız, vaxtınız gedir, hardasa bir 10 dəqiqə, 15 dəqiqə. Mən başa düşürəm hamınızı ayrı-ayrılıqda. Mənə dəyər verdiyiniz üçün Allah hər birinizdən razı olsun. Çox sağ olun ki, mənim videolarıma baxırsınız, məndən vloglar istəyirsiniz. Allah köməyiniz olsun. Mən də çalışıram sizlər üçün. Əməyə dəyər verirsiniz, zəhmətə dəyər verirsiniz. Mən də istəyirəm ki, qarşınıza qəşəng videolarla çıxım. Siz məndən razı qalasınız, ən azından. Xanımlar, bugünkü videomu da burada sonluyum. Allahın köməkliyi ilə yenidən Allahın izni ilə təkrar görüşərik. Öpürəm sizi, bağrıma basıram, özünüzdən müğayət olun. Allah hamınızı qorusun.